Bu gecə bu xanım can verir. Bizim anamızın dünyadan köçdüyü gündür, gecədir. Alimlərdən mən eşitmişəm ki, deyir, bütün hacətlərimi saxlayırdım bu gecəyə. Hacəti olanlar var məclisdə. Hər kimin nə hacəti varsa, deyir, mən saxlayırdım xanım Zəhranın şəhadət gecəsinə, yəni bu gecəyə. Dərdlərinizi deyin, çünki ana tez eşidir. Elə oturduğunuz yerdə deyin. Biz hacət üçün gəlməmişik, Allah sən şahidsən. Hacət üçün gəlməmişik. And olsun Allaha. Biz hacət üçün getmirik Əhl-i-Beyt qapısına. Hacətimizi də deyirik, amma hacət üçün getmirik. Amma gedəndə adam elə anası ilə də dərdləşər də, gəlmişkən bir hacətini də deyər, dərdini də deyər. Bu gecə anamız can verir. O xanım can verir ki, Peyğəmbər deyərdi, fədaha, əbuha, atası ona qurban olsun. Elə bir xanım can verir ki, Peyğəmbər ona deyərdi ki, ummu əbiha, atasının anasıdır o. Elə bir xanım can verir ki, o hər dəfə otağa girəndə Peyğəmbər ayağa durardı, özü çəkilib yerini ona verərdi. Allaha and olsun, belə yazırlar. Deyərdi, gəl otur mənim yerimdə. Biz xanım Zəhradan xüsusi nəzər istəyirik. Demirəm nəzər istəyirik, xüsusi baxmağını istəyirik. Bu günlərdə bu ailə hamısı narahatdır. Heç kəsin üzündə təbəssüm yoxdur. Hamısının gözü yaşlıdır. Bugün Həzrəti Əli məsciddə qıldı namazın. Amma xəbər gözləyən adamlar kimi. Məsciddən çıxdı, gördü kənizlərdən biri dayanıb. Dedi ki, ağa tez gəl, tez gəl. Fatiməni sağ görmək istəyirsənsə gəl. Yazırlar, tarix necə yazıb elə oxuyuram. Bir kəlmə əlavə eləmirəm. Fəəqbələ əmirul müminin musri'an hətta dəxələ aleyha. Deyir, Əli ilk dəfə gördülər ki, qaça-qaça gedir. Əli ki, o əzəmətli, vüqarlı kişidir, qaça-qaça gedir. Bir-iki dəfə yazırlar, ürəyimə ağrıdan bir şeydir. Deyir, əbası ayağına ilişdi, yıxıldı Əli yerə. Yıxıldı, təzdən durdu, gəldi. Hətta dəxələ aleyha, daxil oldu Fatimənin otağına. İmam Zaman mənə bağışlasın, gördü ki, Həzrəti Zəhra uzanıb yerdə elə qovrulur ağrıdan. Çox ağrıyırdı bu günlərdə. O sınan qabırğasının yeri ağrıyırdı, bilmirəm. Yerdə qovrulur.